Esselamu Aleyküm ve Rahmetullah. Değerli izləyicilərimiz, Balakən şəhərində çox gözəl əl-ayaq yandı obyektimiz var. Baxın, belə göstərim. Hal-hazırda dərzi olaraq fəaliyyət göstərir. Şoçki də var, işığı da var. Düz yolun kənarında, düz Cümə məscidinin qarşısındadır. Qarşısında daha doğrusu, belə də göstərim. Qarşıda bank da var, belə mağazalar da var. Bu da Nəsmi məktəbi. Buranı yəqin ki çoxunuz yaxşı bilirsiniz. Təxmini 25 kvadratdır. Qiyməti cəmi 35 minə təklif olunur. 25 kvadrat hal-hazırda dərzi olaraq fəaliyyət göstərir, arendaya verilib. Belə kənardan göstərim inşallah, baxın. Bu tərəfdən də qapı qoya bilərsiniz. Baxın, belə göstərim. İçərisində kondisionerə qədər var, elektrik xətti də var, şotçik də var, yəni sayğac. Belə göstərim inşallah. Buranı idealni şirniyyat evi eləyə bilərsiniz. Nə bilim, uşaqlar üçün ləvazimat da satışda, kitab evi və ya nəsə də belə bir şey. 1001, 2001, 10.000 xırdavat zat. İnşallah içərini girib göstərirəm. Bir daha qeyd eləmək istəyirəm ki, hal-hazırda dərzi olaraq fəaliyyət göstərir. İçərində mən sizə göstərim inşallah. Yer kafellidir. Təxmini olaraq 25 kvadratdır, hazır obyektdir. Baxın belə. Hal-hazırda burada bacılarımız işləyir. Allah hər birimizin işinə bərəkat versin. Belə göstərim. Elektrik xəttinə qədər var. Elektrik sayğacına qədər var. Bu da kondisioner. Bir daha demək istəyirəm ki, qiymət 35.000 manata. Reallıq olsa qiymətdə şirin endirim olacaq. Allah mağaza mülkünüzə bərəkat versin. Esselamu Aleyküm.